Uyğunluğu müəyyən edin. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılılıq diaqramının 1AB hissəsində, 2AC hissəsində, 3AD hissəsində A bəndi qazın gördüyü iş sıfıra bərabərdir. B bəndi qaz müsbət iş görür. C bəndi xarici qüvvələr qaz üzərində müsbət iş görür. D bəndi qazın daxili enerjisi dəyişmir. E bəndi qazın daxili enerjisi azalır. Termodinamikanın əsasları bölməsinə aid açıq tipli uyğunluq nominasiyalı çətin test tapşırığıdır. Diaqramın hər bir hissəsini ayrı-ayrılıqda analiz edək. Birinci, diaqramın AB hissəsində. Qrafikdən görünür ki, AB keçidində ideal qazın mütləq temperaturu sabitdir, yəni T sabitdir. Proses izotermikdir. İzotermik prosesdə ideal qazın həcmi onun təzyiqi ilə tərs mütənasib asılılıqdadır. AB keçidində təzyiq artdığından həcm azalacaq. Həcm azaldığından xarici qüvvələr qaz üzərində müsbət iş görür. Deməli, 1-ə C bəndindəki ifadə uyğun gələcək. Yəni, AB keçidində xarici qüvvələr qaz üzərində müsbət iş görür. İdeal qazın daxili enerjisi U bərabərdir 2-də 3 νRT düsturu ilə hesablanılır. Verilmiş kütləli ideal qaz üçün maddə miqdarı sabitdir. R də sabit olduğundan onda daxili enerji temperaturla düz mütənasib asılılıqdadır. Temperatur sabit qaldığından bu prosesdə ideal qazın daxili enerjisi dəyişməyəcək. Yəni, eyni zamanda 1-ə D bəndindəki ifadədə uyğun gələcək. İkinci, diaqramın AC hissəsində. AC keçidində ideal qazın təzyiqi mütləq temperaturla düz mütənasib asılılıqdadır. Verilmiş kütləli ideal qazın təzyiqi temperaturla düz mütənasib asılılıqdadırsa, onda həcm dəyişməyəcək, yəni proses izoxordur. İzoxor prosesdə qazın xarici qüvvələr üzərində gördüyü iş sıfıra bərabərdir. Yəni, bu prosesdə qaz iş görmür. 2-yə A bəndindəki ifadə uyğun gəlir. Bu prosesdə ideal qazın təzyiqi və temperatur artdığından, onda ideal qazın daxili enerjisi də artacaq. Üçüncü, diaqramın AD hissəsində. AD keçidində ideal qazın təzyiqi sabitdir. Yəni, proses izobardır. İzobar prosesdə verilmiş kütləli ideal qazın həcmi temperaturla düz mütənasib asılıqdadır. Temperatur artdığından həcm artacaq. Həcm artırsa, onda qaz xarici qüvvələr üzərində müsbət iş görür. Temperatur da artdığından ideal qazın daxili enerjisi artacaq. Deməli, üçüncü hala yalnız B bəndindəki ifadə uyğundur. Beləliklə, birinci hala C və D bəndlərindəki, ikinci hala A bəndindəki, üçüncü hala isə B bəndindəki ifadələr uyğun gəlir.